Salam qardaş. Salam qardaş. Deməli, bugünkü gün səninlə toksikomaniyadan, aptek narkomaniyasından danışacağam. Halbuki cəmiyyətimiz tərəfindən o qədər də, yəni təhlükəli sayılmayan bir narkomaniyadır. Halbuki çox təhlükəli kimyəvi asıllıq sayılır toksikomaniya. Sən özün də narkotikə səhv eləmirəmsə dərmanla başlamısan. Hə qardaş, mən dərmanla başladım. Narkotika. Hardasa bir 4 il, 5 il mən dərman istifadə edirdim. Vaxt keçdikcə çətinlik çəkməyə başladım. Fikirləşirdim ki, çünki məndə elə ki atam rəhmətə getdi. Mən başladım dərman atmağa ki, elə ki psixoloji sakitləşdirdi məni. Amma vaxt keçdikcə gördüm ki, mən dərman atmayanda məndə salamatçılıq olmur. Mən depressiyaya düşürəm falan bu belə. Belə deyim də, mənə maraqlısan, dərmanı necə əldə edirdin? Birinci Qarabazarda əldə edirdim. Sonra gördüm ki, çox bahadır deyə, məcburiyyət qarşısında özümü xəstəxanaya yazdırdım. Başladım reseptlə dərman almağa. Sonra ancaq elə dərmandan istifadə edirdin, hə? Hə, hardasa 4 il, 5 il dərmandan istifadə edirdim. Sonra da keçdim ağır narkotiklərə. Ümumiyyətlə, bu toksikomaniyanın, qardaşım, müasir zamanda gizli təhlükəsi sənin üçün nədir? Təhlükəli bilsən nədir, qardaşım? Mən dərman istifadə edəndə, məndə avtomatda başqası var, qiymətləndir ki, bunlar narkotikdən istifadə edirəm. Mən dərman atıram. Vaxt keçdikcə mən çox bəlkə bağımlılıq hiss elədim o dərmana. Çünki istədim bir-iki dəfə tərgidim, amma səhərsi gün durdum, tənxalıq hisslər, nə bilim, depressiya, hətta belə fikirlər vardı, intihara kimi fikirlərim var idi. Problem də ondadır ki, qardaşım, o dərman atdıqca sən hiss eləmirsən, necə asılılığın inkişaf edir. Yəni, sən belə fikirləşirdin ki, yəni, aptekdə satılırsa, yəni, ən təhlükəli tərəfi budur ki, fikirləşsən ki, aptekdə satılırsa, deməli, rahatdır da, yəni, bundan istifadə eləmək olar. Hə, qardaşım, elə bilirdim ki, o reseptlə alıramsa, rahat əldə edirəm, yəni, nə belə deyim, nə maddi əziyyət çəkirəm həmin. Amma sonra görürəm ki, mən bəlkə bağlılıq yaşayıram. Bir də bax, bu son zamanlar mən çox konsultasiya aparıram valideynlərlə. Çoxsu, yəni elə bir illüziya formalaşıb valideynlərdə inkar var ki, deyirlər ki, mənim övladım dərman istifadə edir, narkotik eləmir. Amma fikirləşmirlər ki, ümumiyyətlə bu dərmanlar əslində həkim nəzarəti altında kiməsə təyin edə bilər. Yəni, bu dərmanlar əslində aptek dərmanlardır. Sadəcə olaraq bu dərmanları həkim nəzarəti olmadan istifadə edəndə bu insanın şuurunda demək olar ki, çox sürətli formada dəyişikliklər baş verir. Asıllıq həddindən artıq çox formalaşır. Misal üçün, belə deyək də, metadon proqram var da, yəni metadonu düzgün formada ağır narkomanlar istifadə edəndə hardasa onun dozasını saxlaya bilər. Amma dozasını artıranda metadon sintetik narkotik sayıldığına görə onun lomkası, onun insanda vurduğu ziyanlar, çürütməsi bədənini daha artıq olur. Hə, qardaşım. Yəni metadonun çox ağır lomkası olur. Mən öz təcrübəmdən belə deyim, yəni çox azınacaqlı vəziyyətdə görmüşəm də, yəni metadon lomkasında olan insanları. Yadıma gəlir ki, sən bura birinci səfər gələndə, sən bu ikincidə, yəni sırığı işləmirsən bugünkü gün, sağalırsan. Sən gələndə çox pis vəziyyətdə gəlmişdin bura, mənim çox gözəl yadımdadır o vaxt. Amma burada sırığı işlədin, çox hər şey yaxşı gedirdi səndə. Bugünkü gün sırığı işləyəndə hansı nəticə çıxardın? Nəyə görə sən sırıq elədin? Mən ona görə elədim ki, sırıq mən reabilitasiya gələndə reseptimi bağlamadım, çoxdan çıxmadım. Mən başımda pratika formalaşdı ki, mən hər an istifadə edə bilərəm haçını istəsəm. Aptek narkomaniyası mənə psixoloji və mənəvi cəhətdən ciddi zərər vurdu. Mən narahat, əsəbi oldum. Özümə inamı və yaxınlarıma etibarımı itirdim. Həyatım tədricən dərmanlardan istifadə ətrafımda fırlamağa başladı. Və buna görə də bir çox marağımı və məqsədlərimi itirdim. Daimi günahkarlıq, utanc və daxili boşluq hissi mənə tam dəyərli həyat yaşamağa mane olur. Bugün asılılığın nəticələri anlayıram və sağalmağım üçün öz üzərimdə çalışıram. Bu videonu əsas çəkməyimizdə məqsədimiz odur ki, ümumiyyətlə reabilitasiya mərkəzini bitirəndən sonra
olur ki, ya şuurlu, ya şuursuz şəkildə buradan çıxan misal üçün pasiyentlər, ya buradan, ya hansısa reabilitasiya mərkəzini bitirənlər manipulyasiya eləyirlər ki, yo mən dərman atıram, ancaq dərmanla qalacağam. Amma bu bir peləkandır da, yəni ki, aptek narkomaniyası ən təhlükəli narkomaniyadır. Yəni peləkan kimi bir şeydir. Yəni bir hər şey elə ondan başlayır. Bir yəni istifadə bəs eləyir ki, ağır nəticələrə gətirib çıxarsın, ağır narkotikləri yenidən qaytarsın. Ağır.